Salam dəyərli müəllimlər, hər vaxtınız xeyirli olsun. Mən Orxan müəllim. MHM kitabından trigonometrik tənliklərə aid olan test 4 suallarının bir neçəsinin izahına baxacağıq. Müəllimlər, başlayaq 5-ci sualımızdan. Deyək ki, P parametri neçə tam qiymətində 1 plus P kvadrat bərabərdir 1 plus P kosinus tənliyinin həlli var. Birinci sol tərəfi müxtəsər vurma düsturu vasitəsilə açaq. 1 üstəgəl 2P üstəgəl P kvadrat bərabərdir 1 üstəgəlinizin P kosinus X. Əla. Birləri islah aparaq və belə eləyək. Bütün dəyişənləri sol tərəfə yığaq. Baxın. Orta vuruq nədir burada? Əlbəttə P-dir. P-ni çıxartdım çölə. 2 çıx P çıx kosinus X bərabər nəyə? 0-a. Birinci növbədə P 0-a bərabərdir. Düzmü? Əla. Daha sonra bu ifadəni 0-a bərabərləşdirirəm. Burada nə olur? Kosinus X bərabər olur 2 çıxılsın P-yə. İndi kosinusun qiymətlər çoxluğunu bilirik ki, -1 ilə 1 arasında dəyişir də, düzdürmü? Yaxşı, 2 çıx P 1, bir də -1 arasında dəyişməsi üçün hansı qiymətlər verə bilərik biz bura? Gəlin bərabərliyi həll edib tapaq. Ən salamatı budur. Hər tərəfdən 2 çıxaq. -3, -P, 2 çıxanda -1. Və hər tərəfi mənfiyə vuraq. Bura eləyəcək 1, burada eləyəcək 3. Yerlər dəyişir. Əla. Burada deməli 1 ola bilər, 2 ola bilər, 3 ola bilər tam qiymət. Bir dənə də 0 ola bilər. Cəmi 4 dənə qiymət. Cavabımız olacaq B variantında.